DİM 20 sınaq test toplusu 16-cı ümumi sınağın 30-cu isbat sualına baxaq. Sual sol tərəfdə görünür, izahını sağ tərəfdə verəcəm. Deməli, BH hündürlüyü ilə BT tənbölən arasından qalan bucağın verilən düsturla verildiyini isbat et. Burada işarələmələr aparaq. A bucağını alfa ilə işarə edək. C bucağına tutaq ki, bir gamma deyək. Sol tərəfdə görünür. Biraz böyüdək bunu. Burada qalan A, B, H bucağına beta deyək və bizə lazım olan bu H, B, T bucağını X ilə işarə eləyək və bunu bizdən soruşur. Yerdə qalan bucaqda bir Y ilə işarə edək. Biz A, B, H düzbucaqlı üç bucağında alfa və beta bucaqlarının cəminin 90 dərəcə olduğunu bilirik. Və bu düzbucaqlı üç bucaqda alfa ilə betanın cəminin 90 dərəcə olduğunu bilirik. Həmçinin BT tənbölən olduğu üçün burada gördüyümüz beta və X bucaqlarının cəmi elə Y bucağına bərabər olacaq. Çünki BT tənböləndir. Əlavə olaraq gördüyümüz BHC düzbucaqlı üç bucağında da X plus Y bucağı da gamma bucağına bərabərdir. Çünki iti bucaqların cəmi 190 dərəcə olduğu üçün biz yaza bilərik X plus Y plus gamma bərabərdir 90 dərəcə. Bu tənliklər sistemində birincidən ikincini çıxay. Onda tərəf-tərəfə çıxanda betalar islah olar. Alınar alfa minus X bərabərdir 90 çıxılsın Y. Dəyişənləri bir tərəfə yığsaq alınar alfa minus X üstəgəl Y bərabərdir 90 dərəcə. Üçüncü tənlik ki var, onu da buradan yazsaq. Biraz yer dəyişmə eləyib yaza bilərik ki, deməli, gamma üstəgəl X üstəgəl Y bərabərdir 90 dərəcə. Bu tənliklər sistemində alt-alta çıxsaq, burada gammalar islah olar, alınar alfa çıxılsın 2x, yəni mənfi x-dan x-i çıxanda mənfi 2x, minus 1 dənə gamma var orada, bərabərdir 0. 90-dan da 90 çıxanda 0. Buradan 2x-i bərabərliyin sağ və ya sol tərəfində saxlasaq, alınar 2x bərabərdir alfa minus gamma. X-i tapmaq istəsək, bizə x lazım idi. Onlar alfa minus gamma böl 2 və biz alfanı işarə etmişdik A bucağın, alfa ilə işarə etmişdik A bucağın, gammanı isə götürmüşdük C bucağı, yəni A minus C bölünsün 2. Sadəcə bura modul da yazırıq, hansı bucağın bölüldüyünü bilmədiyimiz üçün. Və bunu isbat etdik.